Kommersiya mediasiyası biznes mühitində yaranan mübahisələrin məhkəməyə daşınmadan tərəflərin qarşılıqlı razılığı ilə həll olunmasına xidmət edən çox önəmli mexanizmdir. Biznesdə mübahisələr qaçılmazdır. Müqavilə öhdəlikləri yerinə yetirilməyə bilər, ödəniş gecikə bilər, tərəfdaşlıq münasibətlərində anlaşılmazlıqlar yarana bilər. Əgər kommersiya mübahisəsi birbaşa məhkəməyə çıxarılarsa, bu uzun müddət davam edə bilər. Bu müddətdə tərəflər həm vaxt, həm maliyyə, həm də enerji itirirlər. Daha vacib məqam isə reputasiya riskidir. Biznes üçün reputasiya çox həssas məsələdir. Açıq məhkəmə mübahisəsi şirkətin tərəfdaşları, müştəriləri və investorları qarşısında mənfi təəssürat yarada bilər. Bəzən şirkət hüquqi baxımdan haqlı olsa belə, ictimai imic baxımından zərər görə bilər. Mediasiyanın üstünlüyü ondadır ki, proses məxfi aparılır. Tərəflər öz kommersiya sirlərini, daxili problemlərini və maliyyə münasibətlərini ictimailəşdirmədən müzakirə edə bilirlər. Bu xüsusilə iri şirkətlər, ailə biznesləri, tərəfdaşlıq müqavilələri və uzunmüddətli kommersiya əlaqələri üçün çox vacibdir. Digər mühüm məqam biznesin davamlılığıdır. Məhkəmə prosesində tərəflər çox vaxt qarşı tərəfi rəqib kimi görürlər. Mediasiyada isə məqsəd münasibəti dağıtmaq yox, problemi həll etməkdir. Məsələn, iki şirkət arasında ödənişlə bağlı mübahisə varsa, məhkəmə bu münasibəti tamamilə poza bilər. Mediasiyada isə tərəflər ödəniş qrafiki, güzəşt, yeni müqavilə şərtləri və ya əməkdaşlığın davamı barədə razılığa gələ bilərlər. Mən mediator kimi hesab edirəm ki, kommersiya mediasiyası müasir biznes üçün sadəcə hüquqi alət deyil, həm də idarə etmə mədəniyyətidir. Çünki peşəkar biznes mübahisəni böyütmür, onu idarə edir. Reputasiyanı qorumaq istəyən şirkət mübahisəni sakit, məxfi və strateji şəkildə həll etməyə çalışmalıdır. Sizin də biznes münasibətlərinizdə bu cür mübahisələr varsa, Sumqayıt İqtisadi Mediasiya Təşkilatına müraciət edə bilərsiniz.